hoş gördük. Çok sağ olun. Yine her zamanki gibi muhteşem bir Bəli. programındayız. Gel sizden eşlik. Buyurun. Bugün bizim görkəmli bəstəkarımız Fikrət Əmirovun Sevil operasında mən Balaşın başçısını gülüş obrazını yaradacağım. Bu obrazı çox sevirəm. Artıq neçə illərdir ki bu obrazı ifa edirəm və yenə də bu obrazı sevirəm. Ümumiyyətlə Fikrət Əmirovun musiqisi dünyada tanınır və sevilir. Onun hər bir musiqi nömrəsi şedevrdir və çox sevinirəm ki, məhz bu obrazda mənəm. Bütün sənət dostlarıma uğurlar arzu edirəm. Gözəl məşqlərimiz olub. Fikirləşirəm ki, tamaşa da çox uğurlu olacaq inşallah. Çox sağ olun. Gelen konuklara ne demek istiyorsunuz? Gələn qonaqlar deyirəm ki, rahat, gözəl musiqi dinləyəcəklər və xoşbəxt adamlardırlar ki, bu gözəl musiqini və bu gözəl tamaşaya baxacaqlar. Onlara da təşəkkürümü bildirirəm ki, gəliblər. Salam, hoş gördük. Aleykümselam, hoş Çok gördük. muhteşem bir gündü ve çok güzel bir tədbir programındayız. Gel sizden eşlik. Həqiqətən də bəli, dünya operalarında olan, öndə gedən operalardan biri olan Fikrət Əmirovun Sevil operasıdır. Təbii ki, bütün ifaçılarımız möhtəşəmdir. Söz yox, xor, balet, orkestr, solistlərimiz. Lakin təbii ki, hər bir ifaçı öz səsinə bənzər bir ifanı yamsılamağa çalışır. Məndə də isə burada Azər Zeynalovun, xalq artistinin, böyük sənətkarımızın biri-birindən gözəl, biri-birindən səliqəli ifalarına baxmağa hər bir kəsi dəvət edirəm və bütün solistlərimizə uğurlar olsun. Həqiqətən burada yazılan hər bir not Azərbaycan incəsənətinin bir incisidir. Sizə də təşəkkür edirəm ki, gəlib bunu işıqlandırırsınız. Bütün kollektivinizə uğurlar olsun.
hoş gördük. Böyük sənətkar. Hoş gördük, hoş gördük. Bugün həqiqətən çox özəl bir gün üçün toplaşmışıq. Məsələ sizi görmək çox xoşdur. Çox sağ olun. Sizdən eşidək, buyurun. Çox sağ olun. Mən elə sizin verilişlərə həmişə baxıram, izləyirəm. Eyni zamanda dəfələrlə mənim konsertlərimdə olmusunuz, müsahibələr almısınız və böyük məmnuniyyətlə biz televiziya əməkdaşlığı etmişik sizinlə. Və bugün də dahi bəstəkarımız Fikrət Əmirovun Sevil operasını tamaşaçılarımıza təqdim edəcəyik. Çox xoşdur ki, sizi də bu tamaşada gördük. Mən burada balaşı oynayıram. Mənim bilirsiniz ki, aləmdə hamısı, ailə üzvlərim, yəni oğullarım, incəsənət sevən övladlar da hamısı, hər biri incəsənət sahəsindədir. Eyni zamanda bugün mənim yanımda Turan, mənim oğlum, hər dəfə teatrda mənimlə bərabər kiçik də olsa rolları oynamağa çalışır. Çünki teatra böyük məhəbbəti var. Bugün çox böyük məmnuniyyətlə biz növbəti dəfə Sevil operasını ifa eləyəcəyik. Çünki bu opera elə bir sənət əsəridir ki, dünya durduqca mən hesab edirəm duracaq bu opera. Çünki örnək operalardan biridir, örnək musiqilərdən biridir, məktəbdir. Bu əsərin üzərində neçə bəstəkarlar ondan bəhrələniblər öz əsərlərində. Həm Fikrət Əmirovun melodiyasından, həm onun harmoniyalarından bəhrələniblər, qida alıblar və öz əsərlərini yaradıblar. Söhbət gənclərdən gedir. Və mən inanıram ki, bu opera gələcək bizim sənət adamları üçün də, xüsusilə bəstəkar sənət adamları üçün bir örnək kimi daim yaşayacaq. Mən bu operanı çox sevirəm. Bu opera bizim qanımıza hopmuş bir musiqidir. Milli ruhumuzdan bəhrələnən bir musiqidir. Ona görə də bu opera həmişə yaşayacaq, həmişə yaşardı. Bu qədər sizin verilişinizə təşəkkürümü bildirirəm ki, hər zaman bizi işıqlandırırsınız, hər zaman tədbirlərdə bizimlə bərabərsiniz. Çox sağ olun.
I'm so happy to see you. And I want to know something. How many ladies are tonight here? How many boys? This time. Hello, Mr. DJ. How are you? Can I put my jacket here? If not, I can leave it here. No problem. It's okay. Thank you. It's better now. And because I promised to you, next song is special for the gentlemen. Come on, boys, come on! Walking in a mall, hearing your music. And by the way, that song, I just released it yesterday.